Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibin nüfusina Ebil Kasım'il Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Ve ala ehli beytihi tayyibine tahirinel masuminel mükerremin. Siyumel hucceh beqiyetillah fil aradin. Ruhi ve arvahul alemin li turab maqtamihil fida ve la'natullah ala a'daihim ecma'in. Minel ana ila qiyam yevmiddin. Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Bugün Kurban Bayramı günü hem de Cümə gününe tesadüf edir. Bütün xalqımızı bu mübarək gün münasibətilə təbrik edirəm. Allah kəsilən qurbanları, edilən ibadətləri qəbul eləsin inşallah. Hər bir xeyir iş üçün həyatda müəyyən fürsətlər olur. Yaxşı iş görmək fürsəti heç də rahat ələ düşmür. İnsan elə düşünməməlidir ki, ürək istədiyi vaxt hər hansı bir xeyirxah işi görə biləcək. Əleyhisselam buyurur ki, Əl-fursətu səri'atul fawt. Buyurur ki, fürsətlər tez əldən gedirlər. Yəni, fürsəti tutub saxlamaq lazımdır. Ələ düşmür. Və gec qayıdır. Tez əldən gedir, gec də qayıdır. Xeyir iş fürsəti. Bu bir qaydadır, yəni. Yaradılış aləminin bir qaydasıdır. Ona görə də tövsiyə edirlər ki, yaxşı iş fürsəti düşən kimi onu eləyin ki, ola bilsin ki, bir daha qayıtmasın. Ola bilsin ki, zamanı keçsin və qaytarmaq mümkün olmasın. Bizim fürsətlərimizi əlimizdən alan şeytandır. Bizi əməllərimizi təxirə salmağa vadar eləyən şeytandır. Şeytan həmişə insanın qulağına pıçıldayır ki, hələ vaxt var, edərsən. Bu şeytanın üslubudur və sənin üçün bəhanələr də düzəldir. Xeyir işi təxirə salmaq üçün, yaxşı işi təxirə salmaq üçün və bu vasitə ilə xeyir işlərdən saxlayır. Biz şeytanın əksinə əməl etməliyik. Gərək fürsətləri dəyərləndirək, fürsətləri axtaraq, fürsətlərdən istifadə üçün bir proqramımız olsun həyatda. Tədbir tökək bunun üçün, plan çəkək. O qədər önəmli məsələdir. İnsan belə bir ruhiyyədə olsa, yaxşı bir insandır. Həmişə xeyir işin fürsətini gəzsin. Xeyir iş ona üst tutan zaman onu qənimət bilsin. Qorxsun ki, əldən verərəm, birdən fürsət qayıtmaz. Mənim bu sözlərim müqəddimədir. Kiçik bir müqəddimədir ki, bir fürsət haqqında danışmaq istəyirəm. Bugünlə əlaqəlidir. Elə bir fürsətdir ki, Allah hər adama bunu nəsib eləmir. Hətta övliyalarının içində, dostlarının içində belə Allah hər kəsə bu fürsəti qismət eləmir. Bu nə fürsətdir? Bu qurbanlıq fürsətidir. Qurban vermək fürsətidir. Hər bir insana qurban etmək, qurban vermək, fədakarlıq eləmək fürsəti nəsib olmur. Qurbanlıq fürsətinin zirvələrindən biri şəhidlikdir. Şəhidlik özü qurbanlığın ali dərəcələrindən biridir. O zirvədirsə bunun ətəyində müxtəlif qurbanlıqlar var. O uca qurbanlığa gedən yolda. Fədakarlıq edən, nədənsə keçməyi bacaran, qurban verməyə hazır olan insanlar sonda canlarını da qurban verə bilirlər.
Bu yolu getmək üçün mütləq Allah yolunda nəsə vermək lazımdır. Allah yolunda nədənsə keçmək lazımdır. O yola getmək istəyən insanlar, şəhidlik məqamına ucalmaq istəyən insanlar. Qurban çox mühüm mövzudur. Ana mövzulardan, strateji mövzulardan biridir. İnsan gərək Allah yolunda nəsə verməyi bacarsın, nəsə verməyə hazır olsun. Bu mütləq vacibdir. Söhbət xeyir iş görməkdən getmir, Allah yolunda nəsə verməkdən gedir. Allah yolunda nədənsə keçməkdən gedir. Təkcə xeyrxalq işdən yox. Bu qədər mühüm mövzudur ki, yer üzündə insan yaranandan ilk dövrlərdən qurban mövzusu gündəmə gəlir. Habillə Qabilin dastanında. İnsan yer üzündə təzə məskunlaşıb, Allah ondan qurban istəyir. Və iki insan qurban üçün yarışır və biri bu yarışda qalib gəlir. Çünki qurbanı xalis şəkildə gətirir. Ən sevdiyi şeyi gətirir, qiymətli bir şey verir. Onun qurbanı qəbul olunur, digərin qurbanı qəbul olunmadıqda o cinayətkara çevrilir. Deməli, ixtilaf mövzusu qurbandır. Yəni, biri fədakarlığa hazır olur, digəri yox. Fədakarlığın ifadəsi qurbandır. Və bunun üstündə qan tökülür. İnsan qətlə yetirilir, cinayət törədilir. Qurbanı gərək elə təqdim edəsən ki, Allah qəbul eləsin. Allah bəyənsin, sevsin. Allah hər bir insana qurban fürsəti vermir. Bunu yadda saxlayın. İstəyəsən gərək, nazını çəkəsən, təmənna edəsən. Allah yolunun zərurətlərindən, vaciblərindən biri qurbandır. Qaydalarından biri qurbandır. Qurban bəndəliyin səmimiliyini göstərir. Bəndəlikdə nə qədər səmimisən? Harada bilinir? Qurban vermək məqamında. Nədənsə keçmək məqamında. Bu zaman sənin səmimiyyətin ortaya çıxır, üzə çıxır. Ona görə infaq həmişə namazın yanındadır. Namaz dinin sütunudursa, əllədinə yuqimunəs-salah və yu'tunəz-zəkah. Namaz qılıb zəkat verənlər. İçdən qoparıb vermək lazımdır. Nə isə qoparıb vermək lazımdır. Və verdiyin şey nə qədər dəyərlidirsə, bir o qədər daha çox səni qabağa aparır, inkişaf elətdirir. Qurbanın dərin fəlsəfəsi var. Qurban çox dərin fəlsəfəyə malik bir əməldir, bir haldır. Allah insana nə verirsə, onun əsas imtihanı budur ki, görün bu verdiyimi verəcək mənə yoxsa yox. Mənim yolumda yəni. Allahın əsas imtihanı budur. Allahın çox imtihanları var. Amma verdiklərini insan Allah yolunda fəda edə bilirmi, edəcəkmi? Və bu qurbanın, bu əsas imtihandır. Qurbanın əsas imtihandır. Allah insana can verir. Ne üçün verir ki? Allah insana canı verir ki, insan Allah'tan xahiş eləsin ki, bu canı icazə ver, sənin yolunda verim. Can bunun üçün verilir insana. Ona görə adamlar mən tanıyıram, oxumuşam kitablarda. İl boyu yatmayıblar. Gecələri əhya saxlayıb, şəhadət arzulayıblar. Nəhayət qismət olub. Gərək bu qədər arzulayasan ki, mən də nəsə verim sənin yolunda. Nəsə bəxş eləyim sənin yolunda. Şəhadət arzusu, Allahümme erzuqni şəhadətə fi səbilik. Bu böyüklərin duasıdır, bütün böyük insanların. Böyüklüyün meyarı budur. Deyir, insan münafiq deyə mömin, harada bəlli olur? Şəhidlik arzusunda. Şəhidlik arzusu münafiqi mömindən ayırır. Çünki şəhidlik arzusu imanın səmimiyyətinin göstəricisidir. Mümkün deyil insan Allaha aşiq olsun, onun üçün nəsə vermək istəməsin. Çünki eşqin qaydası budur.
Eşqin qaydası budur. Eşq yəni fədakarlıq. Dünyada da bunun nümunələri var, öz həddində. Kimsə kiməsə aşıq oldusa, birinci əlamət onun üçün nəsə eləmək istəyir, nəsə vermək istəyir. Eşqin qaydası budur. Eşqin ləzzəti, dadı budur. Eşq yəni budur ümumiyyətlə. Eşq sevdiyi və yaxşılıq eləmək deyil, sevdiyi və fəda olmaqdır. Nəysə fəda etməkdir. Eşqin düsturu budur. Ona görə deyir, cahidu bi əmvalihim və ənfusihim. Və yaxud da bi əmvalikum və ənfusikum. Canlarınızla, mallarınızla cihad edin. Bəxş eləməyə çalışın. Burada Allah tanıtdırır bizə kim iddiaçıdır, kim həqiqətdə mömindir. İddiaçılar çoxdur. İddia eləyənlər çoxdur. Ən-nas abidud dunya, İmam Hüseyin əleyhissalam deyir. İnsanlar dünyanın quludur və din la'iqun ala əlsinətihim, din dillərində gəzir. Danışmaq asandır, belə söz qəhrəmanıdırlar. Harada bu iddia özünü doğruldur? Ümumiyyətlə, əməl əhli iddiası olmur, sakit oturur. Çox da güruldamır. Amma güruldayan insanlar, hayküy salan insanlar, ömür boyu eşqdən filandan dəm vuran insanlar, onu bunu qınayan insanlar adətən səmimi adamlar deyil. Bu səmimiyyət harada yoxlanır? İmtihan harada bəlli olur? Qurbanlıq məqamında. Nəsə vermək lazım olanda. Allah pərəsti qurban verməklə bilinir. Allah pərəsti budur. Həzrət İsa aleyhissalam 40 gün onlara deyildi, özünə və səhabələrinə ki, 40 gün ibadət eləyin, sonda qurban kəsin, kimin qurbanı qəbul olsa məlum olur ki, ibadəti də qəbul olunur. 40 gün ibadət edirlər və 40-cı gün qurban kəsirlər, bir şəxsin qurbanı qəbul olunmur, hamıdan qəbul olunur. O insan narahat olur, deyir, ey Allahın Peyğəmbəri, nədir səbəb? Niyə belə oldu? Allahdan vəh gəlir ki, mən ondan qurban qəbul eləməyəcəm. Çünki onun ürəyində sənin məqamına qarşı şübhə var. Yenə də Allah övliyasına münasibət. Qurbanın qəbul olunmasının şərti. O sənin fəziləti qəbul eləyə bilməyib. Deyir, bəli, düzdür. Mən bir neçə dəfə şübhə eləmişəm sənin məqamına. Övliyaların da ziddiyyətli bəzən hərəkətləri olur. İnsanlar onları adi görür. Məsələn, biz həmişə tarixdəkiləri qəhrəman eləyə bilirik. Övliya ilə yaşayıb, ona sayğı göstərmək, dəyər vermək çətindir. Tarixdəki övliyalara asandır. Çünki tarixləşiblər bizim zehnimizdə. Və onlarla oturub, durub, davranışlarında olan o başa düşmədiyimiz məqamları görüb, onlara təslim olmaq, onlara tabi olmaq özü fəzilətdir. Sözün qısası deyir, get ürəyi təmizdə, deyir, baş üstə. Səhv eləmirəmsə, hədisin sonu yadımda belə qalıb ki, sonunda özünü islah edir və qurbanı da qəbul olunur. Səhv eləmirəmsə, belə yadımda qalıb. Və bunu da haşiyə olaraq qeyd edeyim ki, ən çətin qurban candan keçmək deyil. Ən çətin qurban maldan keçmək deyil. Ən çətin qurban abırdan, hörmətdən keçməkdir. Abrı, hörməti xərcləməkdir. Çünki bəziləri malını xərcləyir ki, hörmətini artırsın. Canından qoyur ki, hörmətini artırsın. Və bir prinsipial məqamlar olur ki, insan nəsə bir fədakarlıq eləyərsə, qorxur ki, mənə nə deyərlər? Mənim üçün nə danışarlar? Hörmətimə xələl gələr, abrıma xələl gələr. Abır, hörmət imtihanı mal imtihanından daha çoxdur və can imtihanından da daha çoxdur. Xanım Fatimə Zəhranın bir fəziləti də bu idi ki, abrından, abr deyəndə burada hörmət, izzət nəzərdə tutulur. Abr bu mənada. Hörmətini, izzətini fəda elədi Həzrət Əli əleyhissalama. Yəni, əzəmətli bir insan əzəmətini haqq yolunda xərcləyir. Adam var, nüfuzludur, deyir ki, filan kəsi müdafiə eləyərəm, mənə də söz gələr, nə işmə qalıb? Yığır o hörməti, heç yerdə xərcləmir. Bəzi yer var ki, haqq yolunda haqq əhlini müdafiə eləmək üçün izzətindən xərcləməlisən.
O insanlar adətən bütün proseslərdə belə bitərəfdirlər. Nə üçün bitərəfdir? Çünki qurban verə bilmir. Abrını qurban verə bilmir. Deyir ki, məsələn, deyərəm söz gələr. Mən nə işimə qalıb ki, özümü yandırım, xərcləyim. Bu, ən ağır imtihanlardan biridir. Hörməti xərcləmək böyük kəslərin işidir, böyük insanların işidir. Kimin nəyi varsa, nəyimiz var. Kimin nəyi varsa düşünsün ki, bir gün Allah onu məndən istəyəcək. Nəyimizi istəyəcək. Bu prinsipial məqamdır. Bu qurbanlıq məqamıdır. İbrahimin dastanı, Həzrət İbrahim əleyhissalamın dastanı bunu simvolizə edir. Bunu çatdırır, tərənnüm edir. Qurban bayramı, yəni bunu başa düşmək deməkdir. Bıçağı qoydu, kəsmədi. Övladının boğazına. Vəh gəlmişdi yuxu vasitəsilə ki, oğluğu qurban kəs. Gəlir övladına deyir, çox ədəbli bir diyalog olur aralarında. Deyir ki, fikrin nədir? Oğluna deyir. Görmüşəm ki, səni qurban kəsirəm, fikrin nədir? Əvvəl onun hörmətdir, övladına hörmətdir, onun fikrini öyrənmək istəyir, zorla olmaz, sən də gələk razı olasan. Gözəl cavab verir, İf'al mə tu'mər, nə deyəcəm? Sənə əmr olunanı elə, sətəciduni inşaallah minəs sabirin. İnşallah məni də səbr edənlərdən görərsən. Nə qədər təvazökərcasına. İnşallah görərsən ki, mən də səbr edənlərdənəm. Doğrudan da adamın ürəyini kövrəldən bir dastanı var. Gəlir, gözlərimi bağla, gözüm gözüvə sataşar, hərə öz övladını təsəvvür eləsin. Ki, aparır eşq minasına, qurban kəsməyə. Deyir, gözlərimi bağla ki, gözüm gözüvə sataşmasın. Ki, məhəbbət cuşa gələr, Allah əmrini birdən icra eləməkdə tərəddüd eləyərsən. Bıçağı qoyur kəsməyə, kəsməyəndə qəm çökür ürəyinə. Dedimi, hər adama qismət olmur. İbrahimdən söhbət gedir, Həzrət İbrahimdən. Deyir ki, layiq olmadım, mən nə aşiqəm ki, eşq yolunda qurban verəsi olmadım. Mənim eşqim nəyə dəyər, nə qiyməti varmış, heç nə. Özünü qınıyır. Quranda gözəl incə ayə var. Və fədəynahu bizzibihin azim. Biz ona böyük qurban əta elədik. Təfsirçilər deyir, axı İsmaildən böyük qurban deyil qoç. Ona qoç verdi. Qoç verdikdən sonra deyir, biz ona böyük bir qurbanlıq bəxş elədik. Təfsirçilər deyir ki, İsmaildən böyük qurbanlıq Hüseyin ibn Əli ola bilərdi. O da onun övladlarından idi. Bu qurbanı saxladıq, ona daha böyüyünü nəsib elədik. Daha böyük qurbanlıq nəsib elədik. Və fədəynahu bizibhin azim. Allahın xoşu gəlmir fürsəti əldən verən insanlardan. Fürsətlərdən istifadə edib qurban verməyə çalışmalıyıq. Nəyimizdənsə keçməyi bacarmalıyıq. Allahın ən qəzəbli anları nə zamandır deyim sizə? Qurban istəyir vermirsən. Nəsə istəyir vermirsən. Nəyindənsə keçməyi istəyir vermirsən, eləmirsən. Allahın qəzəbini alovlandıran bir şeydir. Ərhəm ər-rahimin, ən mehriban olan Allah bu yerdə rəhməti kəsilir. Qəzəbi cuşa gəlir. Təbuk döyüşünə gedir Peyğəmbər. Bir-iki nəfər deyir ki, məhsul yığımı vaxtıdır. İndi gedə bilmərik. Qalsın, üzürlü say bizi. Ayələr qəzəb ayələri nazil olur. فَاِنْ رَجَعَكَ اللّٰهِ اِلَى طَائِفَةٍ مِّنْهُمْ فَاسْتَأْذَنُوكِ لِلْخُرُوجِ فَقُلْ لَنْ تَخْرُجُ مَعِيَ أَبَدًا. Deyir, sən dəvət elədin, çıxmadılar, gəlmədilər səndən. Denən onlara ki, heç zaman məndən olmayacaqsınız. Vəssalam. Sizdən qurban istədim, sizdən fədakarlıq istədim. Eləmədiniz,
Da heç zaman gözümdən elə düşdünüz ki, Peyğəmbərin yanında görməyəcəm sizi. Görmək istəmirəm sizi. İstisna fürsət idi fədakarlıq eləməyə. Bəs din harada göstərir özünü? Möminlik harada göstərir özünü? Birindən bir şey istəyəsən ki, biraz pulundan ver bir adama yardım eləyək, üzü dəyişsin, narahat olsun. Birinə desən, vaxtı qoy, məsciddə bir iş var, din üçün bir iş var, əlindən falan iş gəlir, maşının var, birini götürüb aparasan, bir qələmin var, bir şey yazasan, pulun var, xərcləyəsən, nə bilim mən, nəsə bir qabiliyyətindən, bacarığından, nəyinsə var, qapıda dayanasan, ayaqqabı cütləyəsən, bilmirəm, neynəyəsən, xidmət göstərəsən, orada nəmnüm eləyə. Allah deyir ki, ən gözümdən düşdüyü andır bəndənin. O yer ki, fədakarlıq lazımdır, orada eləmir. Qurbanlıq anında. Lazımdırsa nəsə vermək, vermirsə, bacardığından. Yəni, hər bir insanın fikri bu olsun ki, neyniyim, nə verə bilərəm, mən nə bəxş eləyim, nədən keçim, bu fikirlə yaşasın, deyir insan. Bəndəni belə tərbiyə eləmək istəyir. Namazımı qılın, məscidə gəlim, xutbəyə qulaq asım, filan yox. Qurban bunu başa salır ki, insan gecə-gündüz təlaş içində olsun ki, neyniyim, nəyimdən keçim, qismət olacaqmı, fədakarlıq eləyim. Elə qəzəblənir ki, deyir, lazım deyilsiniz mənə. Nə namazınız lazımdır, nə orucunuz lazımdır, nə ibadətiniz lazımdır. Qurban məqamında eləmədinizsə, bax bu ayədə deyir, mən yərtəddə minkum an dini fəssəvfə yətillah bi qavmin yuhibbuhum və yuhibbunə. Deyir, kimlər sizdən öz dinindən dönsə təfsirçilər deyir, mürtəd olsa yox, dinindən dönmək nəyə deyir Allah? Kimlər sizdən, sizin içinizdə o insanlar ki, dinə xidmətdən imtina eləsə, süstlük göstərsə, bunu deyirlər dindən dönmək. Yəni dinsizlikdir bu. Dindən dönmək budur. Sizdən nəsə kömək tələb olunur, dinə xidmət tələb olunur, xalqa xidmət tələb olunur, fədakarlıq tələb olunur, eləməsəz, Allah belə qorxudur. Fəssəvfə yətillah bi qavmin, Allah sizə aparar, bu neməti sizdən alar, deyər, itilin gözümdən, sizin yerinizə bir qövm gətirər ki, yuhibbuhum və yuhibbunə, onlar başqa cürdür. Allah onları sevir, onlar da Allahı sevir. Oturub səni gözləməyəcəklər ki, Cənab nə vaxt durub Allaha xidmət eləyəcək? Gözləməyəcəklər, deyib, istəmirsən, Allah səni aparar, sənin yerivə eləsini gətirər ki, onlar Allahı sevir, Allah da onları sevir. Ondan sonra bir sözdür ki, adamı yandırır. ثُمَّ لَا يَكُونُ أَمْثَالَكُمْ Onlar sizin tayvız deyil. Onlar fədakar insanlardır. Onlar canlarını, mallarını din yolunda, haqq yolunda, xalq yolunda Allaha xatir xərcləyən insanlardır. Onlar sizin tayınız deyil. Və tarix çox şahidlik eləyib buna. Allah necə bəlalara düçar eləyib, qurban verməyə hazır olmayan xalqları, millətləri, insanları, qrupları. Tarixini başdan başa vərəqləyin, çox ibrətlər, nümunələr var. İmam Hüseynin Kərbəlası qurban məntiqi ilə izah olunur. İmam Hüseynin Kərbəlasını başqa heç cür izah eləmək olmur. Qurban verməyə hazır adamlar lazım idi ki, çıxmadılar. Qurban verməyə hazır olmamaq da bilirsiniz nə deməkdir? Uçurum deməkdir. Gətirir səni qatil eləyir. Qatilə çevirir. Bir dəstə çıxdı könüllü, xalis, gözəl şəkildə, ən gözəl şəkildə tarixdə canlarını hədiyyə eləyənlər onlardır. Ki onlar haqda danışanda adamda tamah yaranır şəhadətə. Şəhadətin tamahı düşür insanın canına. Bir adam fədakarlıq eləmədisə dini yolunda, Allah nəzərini ondan çəkir. Fədakarlıq eləməmək cinayətdir, cinayətə bərabər yox, cinayətdir sözün əsl mənasında. O insanlar birdən-birə əzaba düşər olur, dərhal. Hədisdə var, mən ləm yəmşi fi hacəti vəliyyillah ubtuliyə və ən yəmşi fi hacəti aduvvillah. Bu qorxulu hədisdir. Bunu neçə dəfə məsciddə cümə günləri demişəm. Deyir, kim Allah dostunun yolunda addım atmasa, Allahın övliyası, dostu, onun işi,
Allahın peyğəmbəri, imamı, övliyaları onun yolunda addım atması Allah onu bəlaya düçar eləyər. Bu bəla nədir? Allahın düşməninin yolunda addım atar, ona xidmət göstərər, onun yolunda fədakarlıq eləyər. İnanın mənə, Kufəlilər Yezdi sevmirdilər. Kufəlilər Yeziddə nifrət edirdilər. Kufəlilər kafir deyildilər. Kufəlilərin qəlbində iman var idi. Amma nə oldu belə oldular? Kafirdən də betər kafir oldular. Ne üçün? Cavab sadədir. Allah vəlisinin yolunda addım atmadılar. Əli əleyhissalamın ürəyinə dağ çəkdilər. Əli əleyhissalam onların gözünə baxıb danışırdı, gözlərində etiraz hiss eləyirdi. Demirəm, döyüşmədilər. Onlar döyüşdülər. Həzrət Əlinin yanında döyüşə getdilər. 3 müharibə oldu və döyüşdülər də. Deməli, döyüşmək də az deyil. Necə döyüşdülər? Həvəssiz getdilər. İndi görün Allahın işinə bax. Allahın vəlisinin yolunda həvəssiz getmək nə ilə nəticələnir? Allahın vəlisinin qatilinə çevrilirsən. O qədər həvəssiz baxırdılar. Həzrət Əli belə ifadə edir, deyirdi, ya əşbahər rical vələr rical. Ay kişiyə oxşayıb, kişi olmayanlar. Sizə mən nə deyirəm, sizə təsir eləmir. Durursunuz da bir iş görməyə, ah, ufla görürsünüz, həvəssiz görürsünüz. Canfəşanlıq görmürəm sizdə ki, bir-birinizlə yarışasınız, ötür-ötürdür. O düşsün qabağa, mən qalım, sən ged elə. Budur, bu cür adamlara deyir ki, kişiyə oxşayıb, kişi olmayanlar. Onlar döyüşdülər də, cihada da getdilər, müharibələrdə də iştirak elədilər. Amma süstlük halında elədilər deyə Allahın təqdiri belə oldu ki, bu insanlar gəldilər Yezdin yolunda, Yezdə nifrət eləyə-eləyə. Tarixin qaydası budur. Yezdin yolunda fədakarlıq elədilər. Malları ilə, canları ilə döyüşdülər, ona müti oldular. Allah onları saxladı ki, heyf tələ cəhənnəmə gedəsiz. Əlviz Hüseynin qanına batsın sonra. Nəyin nəticəsidir? Qurban verməməyin, fədakarlıq eləməməyin nəticəsidir. Din hesabına yaşayıb yiyib içmək dindarlıq deyil. Dinə nəsə vermək dindarlıqdır. Haqqa nəsə xərcləmək dindarlıqdır. Otur hesabla gecə gündüz dinən ki, mən nəsə eləməliyəm, mənə qismət olmalıdır. Yapış Allahın ətəyindən dinən, mən nə vaxt xidmət eləyəcəm? Ömrüm keçir, gedir. Mən bir xeyrim deyəcək, təmənnasız, Allah üçün, Allah rizası üçün. Onlar buna hazır oldular, adlarını tarixin ən qızıl səhifəsinə yazdılar. Bəndəli örnəyi oldular. Bütün övliyaların sayğısını, hörmətini qazandılar. Qiyamət günü Kərbəla şəhidi kimdir? Bütün bəşəriyyətə aydın olacaq. İbrahimin arzuladığı məqama çatdılar. Həzrət İbrahimin. Həzrət İbrahim qəmləndi. Deyib, bıçaq kəsməyəndə, dedi, get, qurbanım qəbuldur. Bir-iki addım attı, deyib, dayandı, başını divara qoydu, ağladı. Ağladı, dedi, niyə getmirsən? Dedi ki, məndə ləyaqət görmədin ki, mən nəsə verim sənə. Dedi, yer üzündə ən çox istədiyin adam kimdir? Dedi ki, son peyğəmbər, onu canımdan, hər şeydən çox istəyirəm. Peyğəmbərlər, bəzi adamlar buna qulaq asır deyə, o doğulmamış onu necə istəyirdi? Bunlar peyğəmbərlərdir, bilirsiniz, peyğəmbərlər. Peyğəmbərlər nur aləmində bir-birini tanıyır. Allah deyir, onun da bir övladı var, o sənin də övladındır Hüseyin. Hüseyin ibn Əlinin qurban getməsi, sənin balovun qurban getməsidir. Onun əzrini sənə yazdım. Deyir, ondan sonra ağladı və ağlayandan sonra razı oldu. Yəni, qurban sayıldı deyə İbrahim getdi. İbrahim dedi ki, deməli, məndə nəsə bir ləyaqət gördün ki, mən bu yolda qurban verim. Sözümü bitirirəm bu bayram günündə, mən qəmli danışmaq istəmirəm. Amma dünyanın qaydası belədir. Elə şadlıqlar qəmə qarışdıqda daha gözəl olur. Bu belə bir qaydadır. Hansı qəmədə, söhbət hansı qəmdən gedir, o barədə ətraflı danışmışıq. Hər bir şadlıqda, bayramda bir vüsal eşqi var, vüsal yanğısı var deyə dünyada bizə həmişə qəm müşahidə edir istənilən vəziyyətdə. Və bu sevincə qarışmış qəm çox ən şiddətli sevincdir əslində.
Valideynlər övladlarını tərbiyə edərkən desin ki, oxu, diplom al, işdə, savada yiyələn. Nə üçün bunlar? Ki, oğlum bir gün bunu qurban verə biləsən. Savadını qurban verəsən, mövqeyi qurban verəsən. Canın sağlam olsun, canını qurban verə biləsən. Bu məntiqlə uşaq böyüdək. Bu məntiqlə övladlarımızı tərbiyə eləyək. Dəyərli yaşa, qiymətli ömür yaşa. Ki, qiymətli ömürləri alır Allah. Allah dəyərsiz ömrün müştərisi deyil. Qiymətli ömrü təqdim eləyəsən Allah ki, bax, həyatımda özün demirsən bunu təbii ki, Allah deyir. Mələklərə göstərir ki, bunun həyatında hər şey qaydasındadır. Nəinki problemsiz idi, problemi vardı, amma hər şeyin düzünü eləyirdi. Yaşamağın yolunu hamıdan gözəl bilirdi. Keyfiyyətli yaşayışı vardı. Vücudu bərəkət idi. Vücudu dolusu belə deyək, ürək dolusu yaşamağı bacarırdı. Hər şeyin yolunu bilirdi, keyfiyyətli həyatı vardı və bu həyatını gətirdi, mənə təqdim elədi. O ölümün qiyməti var, o qurbanlığın qiyməti var. Və sonunda bunu deyim ki, nəyimiz varsa bir gün olmayacaqsa, görün nə qədər sadədir, amma biz başa düşmək istəmirik. Nəyimiz varsa bir gün olmayacaqsa, onsuz da həyat alacaq əlimizdən, qoy özümüz qurban verək, təqdim eləyək. Malı saxlayırsan, nə vaxtacan? Mütləq əlindən alınacaq da, bu aydın məsələdir. Bir can ki, bir gün bir virusla, bir qızdırma ilə, bir xərçəklə, bir yol qəzası ilə, onsuz da gedəcək də torpağın altına. Bəyəm qalacaq sənə, bu qədər sadədir məsələ ki, nəyin var, onsuz da zamanın qaydasıdır ki, verdiklərini alır. Həyatın bir mərhələsi var, verir, sonra növbəti mərhələdə alır. Qayda belədir. Bu onsuz da alınacaqsa, deyi gətir, özün dünən ki, mən verirəm sənə bunu. Onu da gör, sənin başqa bütün mələklər təvaf edir ki, mənim bəndəm nəyinisə mənim yolumda bəxş elədir. Qurbanın əsas fəlsəfəsi budur. Qurban bizə bunu öyrədir. Allah yolunda fədakarlıq eləmək, arzulamaq, fədakarlıq fürsətini qənimət bilmək və hər biriniz, axırda bu cümlə ilə tamamlayıram, gecə yatmamışdan öncə hər günün hesabatında təkcə əməl saymaq lazım deyil. Hər gün axşama çatanda deyin, neynədim? Yəni, nəyi fəda elədim? Fədakarlıq eləyə bildimmi bugün? Nəyimdən keçə bildim? Günlər keçirsə, sən heç nəyindən keçmirsənsə, onda Allahın qapısına gedək, yalvaraq ki, nəsib eləsin, qismət eləsin ki, biz də qurbanlıq verə bilək, qurbanlıqlar verə bilək. Qurbanlıq verdikcə, axırda bir gün gələr ki, ən həll edici qurbanlıq Allah istəyər, o zaman da o insana nəsib olar. Bu bayramı bütün müsəlmanlara mübarək olsun deyirəm. Allah qurban bayramını İslam aləminə mübarək eləsin. Bu bayram ağır bir şəraitdə keçir. Allaha and verirəm Həzrəti İbrahimin, Həzrəti İsmailin, Həzrəti Hacərin ehtiramına, Kəbə evinin ehtiramına, Ərafatda olan hacıların, zəvvarların dualarının ehtiramına, Allaha and verirəm Kərbəlasına ki, bu günlərdə insanlar həcdə, Kərbəlada, ziyarətgahlarda olurdu. Bu il bu fürsətdən məhrum olmuşuq. Allaha and verirəm öz istədiyi bəndələrinin hörmətinə, Həzrəti İbrahimin qəbul olunmuş qurbanlığının hörmətinə Allah tezliklə o fürsətləri yenidən bizə nəsib eləsin və bu bəlaları bizdən uzaq eləsin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma, amin deyən dilləri lal öldürmə. Aqibətimizi xətmə bi xeyr elə, hacətlərimizi rəva elə, dünya və axirətimizi abad elə. Sən and verirəm, Peyğəmbər Əhl-i Beyt hörmətinə, Həzrəti İbrahimin ehtiramına, vətən yolunda qurbanlar vermişik, xüsusilə də son düşmən təxribatı nəticəsində canını fəda eləmiş əziz şəhidlərimizi elə bugün İmam Hüseyin əleyhissalama qonaq elə, onların ruhunu bizə şəfaətçi və duaçı qərar ver. O şərafətli ölümü bütün arzusunda olanlara
və bizə də nəsib elə. İltiması dua eləyənlər, dua istəyənlərin hamısının hacətlərini rəva elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Ölənlərimizə rəhmət, qalanlarımızı öz istədiyin yola hidayət elə. İmam zamanın zuhurunu tez elə. Haqqı Muhammedin və alih və bi haqqı surətil mübarəkətil Fatihə məs-salavat.